Yaxşısı budur da xoş gördük. Deyilənə görə həyət evinin tikintisinə başlamaq üçün ən uyğun vaxt məhz yaz fəslidir. Yazda başlanan tikinti yay boyunca davam edir. Payıza qədər demək olar ki, əsas işlər bitir. Bəs həyət evini tikmək üçün ən uyğun yer haradır? Hansı qurumlara müraciət etmək lazımdır? Deyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Həyət evi üçün ən uyğun torpaq sahələri harda olur? Ev tikmək üçün neçə sot torpaq almaq lazımdır? Evin kvadratı nə qədər olsa yaxşıdır? Karkas üçün hansı daşdan istifadə edək? Hansı tərzdə evlər daha münasib hesab olunur? Kommunikasiya icazələri necə olmalıdır? Təmir zamanı bünövrəyə və izolasiyaya çəkilən xərcə nə üçün xəsislik etmək olmaz? Az sonra yaxşısı budur da. Fərdi yaşayış evi tikmək üçün ilk növbədə torpaq sahəsinin yaşayış təyinatlı olması vacibdir. Yalnız yaşayış təyinatlı torpaq sahəsinin üzərində fərdi ev tikmək mümkündür. Həmçinin torpağın yerləşdiyi əraziyə də diqqətlə yanaşmalısınız. Torpaq sahəsi xüsusi mülkiyyətdə olmalıdır, vətəndaş mülkiyyətində olmalıdır. Eyni zamanda həmin torpaq sahəsinin təyinatı mütləq şəkildə yaşayış təyinatlı olmalıdır. Bu iki şərt varsa, vətəndaş yaxınlaşır. Bu sahədə xüsusi bilik bacarıqları olan lisenziyalaşmış təşkilatlar var. Həmin tikiləcək evin memarlıq eskiz layihəsini hazırlatdırır. Bundan sonra elektron qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron informasiya sistemi vasitəsilə portala yerləşdirilir. Portala yerləşdirilən, belə deyək də, evlə bağlı, fərdi yaşayış evi ilə bağlı 10 gün müddətinə müvafiq icra hakimiyyəti orqanı, yəni Şəhərsalma Komitəsi vətəndaşa elektron qaydada cavab verməlidir. Cavab verilmədiyi təqdirdə vətəndaş 10 gün müddət bitdikdən sonra tikintiyə başlamaq hüququnu qazanır. Tövsiyəm ondan ibarətdir ki, gələcəkdə müəyyən bürokratik əngəllər olmasın deyə o cavabı gözləmək lazımdır. Yəni, ola bilər 10 günə yox, 12-13 günə verilsin, amma hər bir halda o cavabı gözləmək, ondan sonra tikintiyə başlamaq lazımdır. Torpaq alarkən ilkin olaraq biz torpağın sənədlərinə diqqət eləməliyik. Hansı sənədləri var torpağın, mülkiyyəti varmı, yoxmu? Çünki insanlar bəzən torpaq alarkən torpağı alırlar və onun müəyyən müddətdən sonra yaşa obyekti olduğunu öyrənirlər və burada artıq biz belə deyək, kupçanı dəyişməyə bir xeyli məbləğdə pulumuz gedir, vaxtımız gedir. Ona görə ilk öncə mən düşünürəm ki, torpağı almamışdan qabaq onun mülkiyyətini və yaxud da kupçanın olub-olmamasını belə yoxlasalar daha yaxşı olar. İlkin öncə belə deyək ki, torpaq alanda biz bu minimum əslində 4 sot olmalıdır. Rahat və geniş bir torpaq istəyiriksə və ümumiyyətlə funksional bir şey istəyiriksə 4 sot olmalıdır minimum. 3,5 da ola bilər. Artıq burada bir balaca sıxıntılarımız var. Niyə? Çünki həyətyanı sahədə besetkadır, qarajdır, bu kimi şeylərin yerləşimində problemlər yaşaya bilərik. Hətta evin öz bölgələrində də problem yaşaya bilirik. Ona görə 4 sotdan başlasalar insanlar daha yaxşı olar və belə deyək, layihələnməni də əvvəlcədən düşünmək lazımdır. Standartlar bundan ibarətdir ki, torpağa nisbətdə fərdi yaşayış evinin ölçüləri torpaq sahəsinin, ümumi sahəsinin 0,6 nisbətindən yuxarı olmamalıdır. Yəni, tutaq ki, bizim 500 kvadrat metr torpaq sahəmiz varsa, yəni 5 sot deyirik də, həmin 500 kvadrat metr 0,6 əmsalına vurulur. Orada inşa olunacaq tikinti üçün, yaşayış üçün zəruri olan ümumi sahələrin cəmi 300 kvadrat metrdən artıq olmamalıdır. Yəni, bu nə deməkdir? Tutaq ki, zirzəmi varsa, zirzəmi ilə bağlı standartlar 1 metr 40 santıdan aşağıdır. Yəni, 1 metr 41 sant oldusa, həmin sahə artıq zirzəmidən çıxır və bu artıq ümumi sahə kimi hesablanır. Mansard sahəsi eyni zamanda təbii ki, sahə kimi hesablanır. Yəni, qeyd olunan sahələrin hesablanması eyni zamanda balkonlardır, eyvanlardır, lociyalardır, teras sahələrdir. Bunlar da təbii ki, Şəhərsalma Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq əmsallara vurulmaqla hesablanır. Yəni, qeyd olunan standartları ümumilikdə tətbiq etdikdə torpaq sahəsinin 0,6 əmsalından yuxarı olmamalıdır. Bu halda təbii ki, müvafiq icra hakimiyyəti orqanı tikintiyə rədd cavabı verəcək. Qeyd etdiyim normalar gözlənilirsə,
belə deyək də, ev tikmək istəyən şəxs bununla bağlı elektron qaydada müraciət edir, müraciətə 10 gün müddətində cavab gəlir, cavabdan sonra ev tikilməyə başlayır, tikilir, başa çatır, pəncərələr qoyulur, qapılar qoyulur, ilkin təmir işləri deyirik də biz. Bunlar başa çatdıqdan sonra evin istismara qəbulu ilə bağlı yekun mərhələ gəlir. Ev istismara qəbul olunduqdan sonra isə təbii ki, istismar aktı alınır. Bundan sonra isə artıq müvafiq icra hakimiyyəti orqanına, yəni Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr Publik Hüquqi Şəxsin Ərazi İdarəsinə qeydiyyatla bağlı müraciət olunur. Qeydiyyatın da öz müddətləri var. 3-21 iş günü ərzində tezləşdirməklə qeydiyyat sənədlərini almaq mümkündür. Deyək ki, torpağı almısınız. Gəlir ikinci etap, layihənin hazırlanması. Burada çox diqqətli olmaq lazımdır. Otaqların siyahısı, həmçinin günəşin düşməsi, hovuz, qaraj kimi komfortun olması üçün mütləq yaxşı memarla danışmaq lazımdır. Torpağın bərkliyi və quruntuları yoxlanılmalıdır ki, bünövrənin seçimi düzgün olsun. Əks halda sonradan çatlar yarana bilər. Layihədən sonra mənə elə gəlir ki, geoloji xüsusiyyət gəlir. Hətta torpağı almamışdan qabaq ona baxmaq lazımdır. Biz bilirik ki, 3 növ torpağımız var Azərbaycanda. Bu gildir, qumdur və qayadır. Gil daha mənfidir, daha bizə lazım olmayan bir torpaqdır. Niyə? Çünki həyətə su yığıla bilər. Düzdür, bunu drenaj sistemi ilə biz çölə çıxarda bilərik. Lakin bu əlavə xərcdir və o drenaj sistemi nə qədər çalışacaq, hansı müddətdə çalışacaq, onu tez-tez təmizləmək lazımdır. Ən yaxşısı qum torpaqdır və qayadır. Qumun da öz mənfi cəhətləri var. Əgər biz qumda belə deyək, ev tikiriksə, biz dədə-babadan necə görmüşük, evin fundamentini daşla qoyurlar, yəni 2 daşla 40 sm qoyurlar. Burada artıq çöküntülər baş verir. Niyə? Çünki qum suyu özünə yığdıqca boşalır. Ev çökəndə isə ya sağ tərəfi, ya sol tərəfi birinci çökür və evin içində müəyyən müddətlərdən sonra çatlar əmələ gələ bilər. Hətta fundamenti belə deyək, izolyasiya eləməsək, membranları vurmasaq, nəmişliklər əmələ gələ bilir və bu da evdə pis qoxu və ümumiyyətlə təmirə çox xərcimiz çıxa bilər. Qaya Bakıda olmur. Qaya artıq belə deyək, rayon yerlərindədir. Bu Quba, Qusar, Qəbələ, məsələn, qayanın üstündə tikmək daha asandır. Fundamenti vurmaq daha çətin olur, amma daşla fundamenti vurmaq daha asan olur. Niyə? Çünki qayanın üstündədir və evin hər hansısa bir hissəsinin, biz evin oturması deyilə bir deyim var da, hər hansısa bir hissəsi oturmur. Niyə? Çünki qayanın üstündədir artıq. Bərk bir yerdədir və ev oturmayacaq. Nə qədər ağırlığı da olsa oturmayacaq. Lakin Bakıda bu belə deyil. Təbii ki, Bakıda ən çox torpaq qum torpaqdır və gil torpaqdır. Hətta belə deyək, nə qədər qəribə səslənsə də insanlar torpağı yağışdan sonra gedib alsalar daha yaxşıdır. Yəni həyətdə su qalırsa bu gildir, problemlər əmələ gətirəcək. Su qalmırsa bu qumdur, bu yaxşıdır. Lakin fundamenti biz artıq gərək betondan ataq. Yəqin xatırlayırsınız, bir neçə ay bundan qabaq Abşeron ərazisində bir fərdi yaşayış evinin uçması nəticəsində bədbəxt hadisə qeydə alınmışdı. Sonradan dedilər, bu makler evidir, filandır. O kustar yollarla tikinti standartlarına, normalarına əməl etmədən aparılan müəyyən tikintilər var. Burada belə deyək də, təbii ki, mövcud vəziyyətdə müvafiq qurumların bu prosesi nəzarətdə saxlamaq imkanları fiziki olaraq məhduddur. Amma o cür hadisələr baş verdikdə, araşdırma aparılarkən məlum olsa ki, tikinti aparılması zamanı müvafiq qaydalar pozulubdur, tikinti aparan şəxsi təbii ki, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyəti var. Ona görə vətəndaşlar nəzərə almalıdır ki, ən azı inşa olunacaq fərdi yaşayış evinin özülü heç olmasa betondan olsun, heç olmasa künc hissələrində aşırımlar, kolonlar olsun, o bağlama hissələr deyirik də, beton kəmərlər. O kəmərlər olsun ki, gələcəkdə belə insan yaşayışı üçün təhlükə olmasın. Azərbaycanda torpaq bölgüsü Bakıda bir o qədər də düzgün aparılmır. Çox torpaqlar ensiz uzundur. Bəziləri uzun, sadəcə olaraq bir koridor kimidir. Tam olaraq dördbucaq torpaqlarımız çox azdır. Tam dördbucaqdırsa torpaq bunu tikə bilirik. Ensiz uzundursa, yəni koridor, dəhliz deyirik biz buna. Dəhlizdirsə burada artıq ya evi ortaya salmalıyıq, ya da elə dədə-baba qaydası ilə evi belə deyək, torpağın arxa hissəsinə yönləndirməliyik. Azərbaycan Respublikasının qayda qanunlarında, yəni icra hakimiyyətinin qayda qanunlarında dəyişikliklər oldu. Dəyişikliklərimizin ən əsas dəyişikliyi ondan ibarətdir ki, artıq biz evi
evin sağ, sol və arxa belə deyək hasarını birləşdirə bilmərik. Yalnız qarşı tərəfə birləşdirə bilərik. Əgər evi tam ortada tikiriksə belə və yaxud da arxa hasara yaxın tikiriksə belə bunun standartları var. Bir mərtəbə tikiriksə divarlardan, yəni hasarlardan 1,20 aralı olmalıdır. 2 mərtəbə tikiriksə bu 2,40 olmalıdır ki, bu təhlükəsizlik baxımından düşünülür. O ki, qaldı evin ön hissəsinə, belə deyək, tam ön hasara birləşdirmək, bu postmodern tərzidir. Əslində bunun üstünlükləri də var, mənfi cəhətləri də var. Üstünlüyü ondan ibarətdir ki, mənim evim, mənim hasarımın tam qarşısındadır və mənim privat zonama evə girən qonaq görmür. Hovuzdur, besetkadır və bu kimi şeylər artıq heç kim görmür. Mənfi cəhəti ondan ibarətdir ki, bizim insanlar buna hazır deyil və biz öyrəşmişik ki, həyətə girdik, bir uzun bir daroşkamız var və ev ən axırda olur. Yəni əslində bu postmodern tərzi çox gözəl tərzdir, həm də funksionallığı da çox böyükdür. Niyə? Çünki axşam vaxtı və yaxud da günorta vaxtı, axşam çağı vaxtı həyətə müəyyən dərəcədə kölgələr düşə bilir və bu kölgədə biz otura bilirik. Lakin biz evi hasarın ən arxasına salanda günün günorta vaxtı heç besetkada da otura bilmirik. Niyə? Çünki belə deyək, günəş tam ortada olanda, yəni zenitdə olanda, Loreldə desək, tam olaraq həyətin ortasına gün vurur. Yəni ona görə həyətdə oturmağımızda qlobal problemlər yaşayırıq. Tikəcəyiniz ərazidə kommunikasiya imkanlarının olub-olmamasına diqqət etmək lazımdır. Yəni su, qaz, elektrik, kanalizasiya və internet xəttinin olması vacib məsələdir. Növbəti mərhələmiz kommunikasiyadır. Kommunikasiya biz aydın məsələdir. Su, qaz, işıq məsələlərdə, hətta internet də artıq buna daxildir yeni dövrümüzdə. Bunları öyrənmək lazımdır. İnsanlar çox vaxt qazı öyrənmək üçün çox qlobal problemlər yaşayırlar. Problem yaşamağa mənə elə gəlir ki, ehtiyac yoxdur. Qaz xətti sarı borulardır və yaxud da qonşulardan da soruşa bilər. Artıq Bakıda belə deyək, qəribə belə deyək, hadisələr də baş verib. Qaz olmayan yerlərdə qazlı ev adı ilə ev satılanda olub. Yəni bu təcrübə də bunu göstərir. Qaz balonları qoyurlar torpağın altına ki, evdə qaz var və siz gəlirsiniz, alırsınız, müəyyən müddətdən sonra qaz bitir. Yəni qonşulardan ən azından soruşmaqla bütün bu kommunikasiya xəttlərini öyrənmək olar ki, yəni burada torpaq almaq əlverişlidir, yoxsa yoxdur. Bir də ən əsası mən düşünürəm ki, məktəb, bağça, mağaza, yola yaxın olan yerlərdə daha çox belə deyək, üstünlük versələr daha yaxşı olar. ...2023-cü il oktyabr ayının 1-də müəyyən xərclər var. Təqribən hər bir kommunal təchizat qurumunda bu xərclər minimum 300, maksimum 400 manat arasında dəyişir. Sayğacların alınması ilə bağlı rüsumlar yoxdur, nəzərdə tutulmuyub. Yəni bəzən baxırıq ki, çox mənzilli binalarda xüsusən bu halların şahidi oluruq. Tikinti şirkətinin rəhbəri sayğac üçün vətəndaşlardan ayrıca pul yığır. Azərbaycan qanunvericiliyində sayğaclaşdırma ilə bağlı ayrılıqda haqq və yaxud xidmət haqqı nəzərdə tutulur, rüsum və yaxud xidmət haqqı nəzərdə tutulmayıbdır. Həyət evinin tikilməsi üçün daş, kərpic, qaz beton, monolit kimi fərqli materiallardan istifadə olunur. Elə isə gəlin görək, evin həm keyfiyyətli, həm də uzunömürlü olması üçün hansı materiala üstünlük vermək lazımdır? Ən məsləhətlisi yenə də büdcəyə baxır, amma daş və yaxud da ən yaxşısı qazabetondur. Qazabeton olsa daha gözəl olur. Qazabeton belə deyək də yayda sərin, qışda isti saxlayır evi. Arakəsmələr adətən 2-3 növdə eləyirik biz. Birinci ən büdcəli növüdür, belə deyək, alçıbanlandır. Amma bu yenə də funksional deyil. Niyə? Çünki otaqlar arası səs izolyasiyası olmur. Yəni ikinci variant daşdır, yəni kubik dediyimiz. Bu ən çox yayğın olan bir şeydir, 20 santlıq. Bu səsin qarşısını alır iki otaq arasında. Kərpic var 10 santı, bu da büdcəli bir variantdır. Bir də var qazabetonla, yəni fundamenti hördükdən sonra qazabetonla da biz ayıra bilərik. Bu isə daha high level price-dır. Yəni buna insanlar çox vaxt qaçmırlar. Ən çox istifadə olunur ya alçıbanla, belə deyək, profil atıldı, alçıbanla bu 5 sant olur. Kərpic 10 santı, daş 20 santı. Ən çox alçıban və belə deyək, kubikdən istifadə olunur hal-hazırki dövrdə. Amma məsləhətdir ki, yenə də deyirəm, hətta alçıban da çıxmaq şərtilə kərpic və belə deyək, kubikdən istifadə eləsinlər ən azından ara kəsmələrdə. Bir də 2 mərtəbəli evlərdə digər problemlərimizdən biri də pilləkən qəfəsidir. Pilləkən qəfəsinin ətraflarını biz mütləq şəkildə betonla qaldırmalıyıq.
Çünki pilləkəni əgər biz tökürüksə və bu beton pilləkəndirsə və yaxud da bunu taxta profildən yığırsa, neydən yığırsa yığar, bunun ən gözəl sağlam qalması onun ətraf pərdələrinin beton olmasıdır ki, betonu onu belə deyək tam olaraq saxlayacaq. Gələcəkdə nə əyilmələr, nə sıxılmalar, nə səslər, yəni olmayacaq. Buna belə deyək məsləhətdir ki, betonla eləsinlər, büdcə biraz artıq çıxacaq, amma bir dəfəlik olacaq, uzun ömürlü olacaq. Mərtəbə arası belə deyək ən çox monolit istifadə edirik. Bu bina yeni tikili binalarda da olur. 10 santıdan 20 santiyə qədər bu davam edir. Yəni büdcə baxımından dəyişir. İkinci variant isə şveller dəmirlər var, profillər. Onunla olunur. Üstünə dikt, arasına daş yunu səs izolyasiyası üçün. Bu da o qədər də belə deyək funksional deyil. Niyə? Çünki yeriyəndə tərpənmələr baş verə bilər. Üçüncü variant isə bizim dədə-baba variantımızda taxta balkalar deyirik. Biz taxta balkalardan kənd evlərində bunu daha çox görmüşük. O da yeriyərkən tərpənmələr, əsmələr və belə deyək səsi aşağı verə bilər. Ən gözəli isə təbii ki, monolit betonlandır. 15 santlıq monolit betonla eləməkdir. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Həyət evində yaşamağın əsas üstünlüklərindən biri öz ərazinin olmasıdır. Bu, təbiət qoynunda vaxt keçirmək və dostları piknikə dəvət etmək üçün əla imkandır. Həyət evində yaşadıqda meyvə toplamaq, bitkilər yetişdirmək və sadəcə gündəlik təmiz havadan zövq almaq mümkündür. Araşdırmalara görə, yaşıllıq və açıq sahəsi olan evlərdə yaşayanlarda stress səviyyəsi 20-30% daha aşağı olur. Həmçinin həyət evi olan ailələrin uşaqları fiziki cəhətdən daha aktiv olur, ekran qarşısında nisbətən daha az vaxt keçirir. Azərbaycanda həyət evi tikənlər çox vaxt eyni səhvləri edirlər. Bu səhvlər isə sonradan əlavə xərcə, həm də ciddi problemlərə yol açır. Tikinti zamanı büdcəni düzgün hesablamamaq, yanlış bünövrə, ucuz məhsul seçmək, evi səhv istiqamətdə tikmək kimi qüsurlar meydana çıxır. Ən çox yola verilən səhvlər, yəni evin tikintisində 2 mərtəbəli evlərdə olur. Burada kommunikasiya xəttlərində səhvlərə yol verirlər. Məsəl üçün, standart ev planından götürək. Bizim belə deyək, sanitar qovşağımız 1-ci mərtəbədə evin ən arxasındadır. 2-ci mərtəbədə isə evin ortasına düşür. Burada artıq biz kommunikasiya xəttlərinə əlavə xərclərimiz çıxır. Əslində üst-üstə olsa, eyni kommunikasiya xəttlərinə birləşdirərək kanalizasiyaya keçə bilirik orada. Yəni, bu daha az vaxt tələb eləyir bizdən, həm də daha az maddiyyat tələb eləyir bizdən. İkinci bir səhv ondan ibarətdir ki, kanalizasiya məsələsi var, şambo biz deyirik. Çünki Bakı kətlərinin demək olar ki, 40-50% hətta mən deyərdim, yarıya-yarıyadır ki, yerlərində kanalizasiya xəttləri yoxdur. Şambo da qazılarkən şamboya nəyə fikir vermək lazımdır? İnsanlar çox vaxt şambonu qazdılar, daşla qıraqlarını hördülər, üstün bağladılar, bitdi. Yox, bununla bitməməlidir. Niyə? Çünki əgər mən üstün qruntovka ilə bağlayıramsa, bu müəyyən müddətdən sonra, adətən yağışlardan sonra həmin şambonun olan hissəsində belə deyək, çökmələr baş verir. Və bu çökmələr sabah bir gün adi çökmə yox, bildiyimiz belə deyək, şambonun içinə bütün həyəti də çöktürə bilər, həmin o belə deyək hissəni. Ona görə onun üstü betonla bağlanmalıdır. Betonla bağlandıqdan sonra biz qruntovka deyirik. Qruntovka vurulub preslənməlidir ki, ora heç vaxt belə deyək, çöküntü olmasın. Biz evin barısında balaca bir mühərrik qoyuruq və belə deyək, buxara çıxarırıq və evdə müəyyən yerlərdə, kolon hissələrdən 40-ın 40-a, 20-nin 20-yə havalandırma sistemləri qoyuruq və həmin mühərrik işlədikdə artıq ev havalanır. Qışda daha az nəmişlik olur, daha çox hava olur evin içində. Yayda da həmçinin çöl istidirsə, içər soyuqdursa, nəmişlik və bu o spesifik qoxu ki var, mamır qoxusu biz onu deyirik. Həmin mamır qoxusu evdən gəlmir. Bütün bunlar əvvəlcədən layihələndirilməlidir. Təbii ki, daxili havalandırmadır, sıfırdan başlanmalıdır, bu işləri görülməlidir və təbii ki, ustalara mütləq şəkildə bunu qeyd eləmək lazımdır ki, burada bu olacaq, bu hissədə bu olacaq. Digər izolyasiya variantımız isə izotek deyilən bir dədə-baba qaydası var. Bu nəmişliyin, qoxunun qarşısını təbii ki alınır, amma nəmişliyin qarşısını alır, amma tam yox. Hardasa bir 30%, 40% alır. Yəni ona görə ən yaxşısı ya qazabetondur, ya da memarla çalışırlarsa memara bildirməlidirlər ki, evdə daxili havalandırma sistemləri qoşulmalıdır, tam barıya çıxan. Yəni bunu etsələr evdə nə nəmişlik olacaq, nə də həmin qoxu olacaq. Bir də evin tikilmə belə deyək, yönü var. Külək adətən bizdə dənizdən əsir, yəni şimal küləyi əsir və
Üzü şimala tikirsinizsə, təbii ki, evdə neynəsəz həmişə evdə nəmişlik olacaq qışda, fəsildən fəsilə keçəndə. Ona görə o aranı tapmaq lazımdır. Bunun üçün də belə deyək, müxtəlif proqramlar var və mütəxəssislər var, hansı ki, şəxsən özləri onlara müraciət edirsiniz və onlar gəlib evin hansı yönə tikilməsini sizə məsləhət görə bilərlər. Ölkəmizdə həyət evinin mərtəbələri, dizaynı təkcə yaşayış ehtiyacını yox, həm də sosial statusu ifadə edən bir vasitə kimi qəbul olunur. Buna görə də insanlar çox vaxt hündür mərtəbəli, göstərişli, diqqət çəkən evlər tikirlər. Amma dünya trendləri və həyat təcrübəsi göstərir ki, ən doğrusu minimalist yanaşma tərzidir. Bəziləri üçün ev sadəcə yaşayış yeri deyil, həm də özünü ifadə formasıdır. Amma reallıq göstərir ki, böyük və göstərişli evlər həmişə rahat həyat demək deyil. Çünki minimalist həyat evində xərc və stres az, rahatlıq isə daha çox olur. Əslində, məsələ evin nə qədər böyük olması deyil, nə qədər ağıllı düşünülməsidir. Praktika onu göstərir ki, həyət evlərində 2-ci mərtəbə, 3-cü mərtəbə, hətta 4-5-ci mərtəbə lazım olmur. Yəni, praktika bunu göstərir. Müəyyən insanlar var ki, bura şəxsən özümü də daxil edə bilərəm ki, 2-ci mərtəbəyə heç vaxt qalxmırsınız. Yəni, o həmişə orada qalır öz yerində, amma oraya heç vaxt qalxmırlar. Ona görə bir mərtəbə və düzgün layihə, düzgün planlama olmalıdır. Düzgün bölgü olmalıdır otaqların içində. Otaqları biz niyə bölürük? Genişliyimiz olsun, funksionallığımız olsun. Mən 1-ci mərtəbəyə tamam böldüm, 2-ci mərtəbəyə heç vaxt qalxmıram, amma 2-ci mərtəbəm olsun deyə bir şey yoxdur. Bir də böyük evlər artıq gərəksizdir, lazımsızdır. Biz böyük evlərin belə deyək, problemi də böyük olur və insanlar bundan bezirlər, bu problemləri ört-basdır eləməkdən bezirlər və ona görə də belə deyək, həyət evlərinə, bağ evlərinə daha az gedirlər. Əslində daha çox getməlidirlər. Bu da neydən qaynaqlanır? İlk öncə düzgün planlama deyil, ikinci saydığımız bayaqki problemlərdir, ona fikir vermirlər. Üçüncüsü isə evim şahənşahlı olsun, evim belə olsundur. Bir mərtəbə olsun, minimalist olsun və girib içində istirahət, yəni adı üstündə həyət evidir və mən oraya istirahətə gəlirəm. Bunun gözəl bir landşafını da eləsəz, tam etdən istifadə etməyərək, hər yer yaşıllıq olsa, mənə elə gəlir ki, istirahətimiz həftə sonu olsun və yaxud da o həmin 3 ay olsun, %100 olaraq şəhərin stresindən qurtula bilərik. Belə olub, bizdə deməli, o Bakıda yerləşmirdi, rayonda yerləşirdi, Quba rayonunda olmuşdu. 3 il, 4 il bundan qabaq səhv eləməmsə, insanın minimum büdcəsi var idi. Halbuki torpağı böyük idi, babasından qalmışdı ona torpaq. Biz ona maksimum dərəcədə yardım etdik. Həm memari tərəfi, həm tikinti tərəfi tam olaraq 75 min manata başa gətirdik, təmirli. Amma təmirli necə? Bura aksesuarlar daxil deyil, yəni mebeldir, lüstrlardır, bunlar daxil deyil. Yəni sırf təmir olaraq, qapılar daxildir. Sırf təmir olaraq 75 min manata başa gətirdik və çox gözəl də bir layihə alındı mənim düşüncəmdən, hətta müştərinin də düşüncəsi ilə. Minimalistik, belə deyək, funksional, geniş, sabah bir gün istədiyi yerdə imkanı belə olanda, yəni maddi büdcəsi çatanda, istədiyi yerdə istədiyi hovuzu da qoya bilər, besetkanı da qoya bilər, barbekü zona da eləyə bilər, yəni hər bir şey eləyə bilər insanlarda. Minimum büdcə ilə bu, belə deyək, başa gəlir, amma indiki dövrdə çox çətindir. Çünki indiki dövrdə qiymətlər artıq həftə bə həftə yox, gün bə gün artır. Yəni bugün 2 manata aldığımız bir şeyi biz sabah 2 manata ala bilmirik. Ona görə bugün minimum büdcəmiz təbii ki, mənə elə gəlir ki, 90-95 min arası artıq minimum büdcə sayılır. Adətən kvadrat çox olmur, 85 kvadrat olur, 90-a demək olar ki, qalxa bilmirik. 90-a qalxdığımız təqdirdə biz artıq belə deyək, ikinci mərtəbəndə qaldırmalıyıq. Burada artıq 95 mindən daha çox olur, yəni 100 minə daha yaxın gəlir oturur. Yəni ona görə biraz dövrümüzlə bağlı biraz sıxıntılar var, amma bacardığımız qədər insanlara kömək eləməyə, bacardığımız qədər onların arzularını, istəklərini yerinə yetirməyə çalışırıq. Niyə? Çünki onlar bizə müraciət eləyiblərsə, bizim də belə deyək, vəzifəmiz ondan ibarətdir ki, onların istəklərini, onların büdcələrinə uyğun həyata keçirməyə bacaraq. Statistikaya əsasən insanların təxminən 70-80% imkan olsa həyət evində yaşamaq istəyir. Amma realda bu göstərici daha aşağıdır. Əsas səbəb yetərsiz maliyyə və infrastrukturun olmamasıdır. Bundan başqa həyət evlərinin əksər hallarda mərkəzdən uzaqda tikilməsi tıxacılı yollarda gündəlik vaxt itkisinə gətirib çıxarır və bir çoxları yola xərclənən zamanı boş yerə itirmək istəmir. Amma bütün bunlara rəğmən həyət evinin üstünlüklərini də məhz həmin evlərin sakinləri bilir. Odur ki, nə qədər ki, tikintinin əsl mövsümüdür,
Bu fürsəti qaçırmayın. Yaxşısı budur ki, təmirə, tikintiyə başlamamışdan qabaq işini bilən insanlarla işləsinlər. Bu vacib deyil. Usta olsun, memar olsun, prorab olsun, şirkət olsun. İşini bilən insanlarla işləyəndə onların işləri də rahat gedəcək. Həyətlərində də uzun ömürlü dincələ biləcəklər və arzularına daha tez, xəyallarına daha tez çata biləcəklər. Artıq bildik ki, həyət evi sadəcə divarlar və damdan ibarət deyil. O insanın özünə qurduğu kiçik bir dünyadır. Sizə də kiçik dünyanızı rahat və keyfiyyətli şəkildə qurmağı arzu edirəm. Gələn həftə yenidən görüşənədək. Hələlik!